Hər kəsə salam. Bu günləri ağızda əriyən, həm çox ləzzətli, həm də hazırlanması çox sadə olan möhtəşəm bir şirniyyat resepti paylaşıram. İlk olaraq bir qaba kəsmiyi və yumşaq kərə yağını əlavə edib çəngəl ilə qarışdırıram. Üzərindən də şəkər tozunu əlavə edib yenidən qarışdırıram. Daha sonra unu ələyərək bura əlavə edirəm və qabartmanı da əlavə edib yumşaq, ələ yapışmayan bir xəmir yoğururam. Xəmiri masanın üzərinə alıb 2 bərabər hissəyə kəsirəm, daha sonra yayıram. Yaydığım xəmirin üzərinə ilk olaraq yumşaq kərə yağı çəkib, daha sonra şəkər tozu səpirəm. İstəyə görə sonda da üzərinə darçın da səpə bilərsiniz. Bu şirniyyatınıza həm gözəl ətir, həm də xüsusi dad verəcək və xəmiri ehtiyatla rulet formasında büküb bərabər hissələrə kəsirəm. Hazırladığımız xəmiri soba listinə düzüb, əvvəlcədən 180 dərəcəli isidilmiş sobada üzəri azca qızarana qədər bişirirəm. Bu arada dostlar, videomu bəyənməyi də unutmayın, şərhlərdə də fikirlərinizi gözləyirəm. Və budur, hazırlayacaq olan hər kəsə indidən nuş olsun, hələlik.